Hər vaxtınız xeyir olsun. Həmişə Naxçıvanda fərqli məkanların açılışında iştirak eləmişəm. Amma bu dəfə elə bir məkandır ki, burada sırf zəkanın rol oynadığı bir məkandan söhbət gedir. Tural Zeynalovu uzun illərdir tanıyıram və öz sahəsində, şahmat sahəsində seçilən, fərqlənən gənclərimizdən biridir və qazana biləcəyi bütün növ titulları qazanıb və artıq təcrübəni bölüşməyin zamanıdır. Düzdür, müəyyən bir müddətdir bu işi həyata keçirirdi, amma bugündən artıq məhz yeni bir ünvanda, yeni bir məkanda daha geniş kütləyə xitabən öz təcrübələrini bölüşəcək. Təbrik edirik Tural müəllim. Xeyirli olsun, uğurlu olsun, düşərli olsun. Həm də bol qazanc gətirsin və inanıram ki, Naxçıvanda həmişə professional şahmatçılar yetişib və buradan da ən yaxşı şahmatçılar yetişəcəkdir. Təbrik edirəm, uğur olsun. Uzun illərdir şahmatla məşğul oluram. Artıq 30 ilə yaxındır ki və çoxdan ki arzum idi ki, öz adıma, öz soyadıma uyğun bir şahmat klubu açım. Bu ilə qismət oldu. Təşəkkür edirəm. Başda ailəmə, iş yoldaşlarıma, dostlarıma gəlib mənə yalnız buraxmadınız. Onu bilin ki, Zeynalov Şahmat Klubu artıq bütün şahmat sevərlərin bir evi olacaq. İstədiyiniz zaman gəlib burada şahmatla məşğul ola bilərsiniz. Açılış elan edirəm. Təşəkkürlər, minnətlər. Mən də bir söz deyim. Allah xeyirli, uğurlu eləsin. Tural müəllim ürəyində hansı arzular tutubsa bu məkan üçün Allah onlara çatdırsın və övladlarının da güclü şahmatçı olmağını arzu edirəm. İnşallah.